bilmək. Əsasən bu götürülür, didaktik qabiliyyət. Perseptiv qabiliyyət. Perseptiv qabiliyyət, perseptiv hissi qabiliyyət kimi götürülür. Yəni uşağın həmin anda daxilində hansı hisslər keçirdiyini elə bil ani baxaraq, üzündən baxaraq oxuya bilməsidir müəllimin. Konstruktiv bacarıq nədir? Konstruktiv bacarıq, konstruktiv, kommunikativ, konstruktiv bacarıq. Konstruktiv bacarıq isə müəllimin elə bir ki, işi planlaya bilməsi, hər hansı bir çətin vəziyyətdən çıxa bilməsi, belə götürülür. Maddi bazanı möhkəmləndirə bilməsi, layihələr hazırlaya bilməsi. Bu konstruktiv bacarığıdır. Sonra müəllimin təşkilatçılıq bacarığı nədir? Bir var qabiliyyət, bir də var bacarıq. Bacarıq nədir? Təşkilatçılıq bacarığı isə elə bil müəllim uşaqları ictimai işlərə cəlb edə bilməlidir. Onları yaşlarına uyğun olaraq ictimai faydalı işlərə cəlb edə bilməsidir təşkilatçılıq bacarığı. Qərəzsizlik. Qərəzsizlik heç dinindən, yəni irqindən, cinsindən asılı olmayaraq hamıya bərabər yanaşmalıdır, fərq qoymamalıdır. Bəli, doğrudur. Çox sağ olun Sevinç müəllimə, təşəkkür edirəm sizə. Siz sağ olun. Buyurun. Salam müəllimə, axşamınız xeyir. Hər vaxtınız xeyir müəllimə. Vəfa müəllimə. Müəllimə, olar məndən soruşasınız? Uşaq həyətdədir, indi çıxacaq, səs-küy olacaq, danışa bilməyəcək. Axşamınız xeyir müəllimə. Şahidi qaldırıb, sonra sizdən soruşacağam müəllimə. Ondan sonra siz Olsun. Buyurun. Axşamınız xeyir olsun. Hər vaxtınız xeyir Vəfa müəllimə. Buyurun müəllimə, siz deyin, müəllimin neçə bacarıqları vardır? Təşkilatçılıq bacarığı, kommunikativ, qnostik, konstruktiv. Dedim, təşkilatçılıq, konstruktiv, qnostik, kommunikativ. Qnostik bacarıq nədir? Qnostik bacarıq idraki pedaqoji nəzəriyyələri həyata keçirir, özünün yoldaşının təcrübələrini ümumiləşdirir, layihələrdir, elmi işlərdir, elmi tədqiqatları belə. Sonra nə bilim layihələri bacarmaq, bilmək, onları istifadə etmək. Pedaqoji qabiliyyətlər hansılardır? Pedaqoji qabiliyyətlər, pedaqoji qabiliyyət, adı necə gedir onun? Yəni kommunikativ elmi tədqiqat. O necə deməli burada da yenə elmi idraki qabiliyyətlə bağlıdır. Hər hansı bir seçdiyi sahə üzrə biliklərini inkişaf etməkdir, onu mükəmməl bilməkdir. Elmi qabiliyyəti, elmi araşdırmasıdır, onun tədqiqatçılığıdır. Didaktik qabiliyyət nədir? Didaktik qabiliyyət bu da eyni zamanda tədris materiallarının, əyani vasitələrin, avadanlıqları seçmək, yəni onun müəllim onu seçməli, izah etmə bacarığını nümayiş etdirir, göstərir vücudu. Sugestiv qabiliyyət. Sugestivdəki bu da emosional uşaqlara demək, emosional iradi təlqin edici qabiliyyətdir də, onları uşaqlara göstərmək, onları diqqəsinə, beyninə yeritmək, təsir etmək, belə. Aparativ pedaqoji qabiliyyətlər hansılardır? Didaktik, bir də təşkilatçılıq qabiliyyəti. Siz bayaqlar didaktik qabiliyyəti nə dediniz mənə? Bir dənə deyin, zəhmət olmasa, fikrinizi tam aydın verin. Qabiliyyətdə mən dedim ki, tədris materiallarıdır, əyani vasitələrdir, avadanlıqları seçmək, onu hazırlamaq və onları hazırlamaq, izah etmək, onları müəllimin qabiliyyətidir də, didaktik qabiliyyətidir. Yəni uşağın yaşını anlaq səviyyəsinə uyğunlaşdırmaq, yəni müəllimin öyrətmək qabiliyyəti. Qanun aliliyi. Qanunun aliliyi belədir ki, deməli Azərbaycan Respublikasının konstitusiyasının, onun qanunlarına uyğun Azərbaycan Respublikasının çıxartdığı
qanunlar, qaydalar, onlara əməl etmək, onlara həyata keçirtmək, onları icra etmək, bunlar yəni bizim hər kəsin hüquqi demokratik borcudur. Qanun aliliyi budur. Aha, qərəzsizlik. Qərəzsizlik də ki, peşə vəzifəsini həyata keçirərkən qərəzsiz olmalıdır insan. Yəni irqindən, dinindən, dilindən asılı olmayaraq, yəni qərəzsiz olmalıdır hər kəsə qarşı. Yəni ayrımlıq Əgər etməməlidir. testlərdə Seçim qərəzsizlik görməsək nə götürülür onda? Amma baxırıq ki, qərəzsizlik olmalıdır. necə? Əgər testlərdə qərəzsizlik, yəni baxırıq ki, yoxdur qərəzsizlik sözü. Amma bilirik ki, doğru variant qərəzsizlikdir. Əgər qərəzsizlik olmazsa nə götürülür onda? Hansı variantı götürməliyik? Konferansialıq? Yox. Yox, nə idi ki o qərəzsizlik? Deyim müəllimə. Gender bərabərliyi. Yəni Bəli. Gender bərabərliyi. Keçən dəfə izahımda vermişdim. Bilmirəm, siz dinləmişdiniz yoxsa yox. Hı. Bərabərliyi. İctimai etimad da ki, burada bilirsiniz necədir? Müəllim peşə nüfuzunu, müəllim adını, ləyaqətini uca tutmalıdır. Yəni tutmaq borcludur. Burada əsasən bu qaydaları pozduğu halda pozuntunu tez bir zamanda aradan götürməlidir. Onun bərpasına çalışmalıdır. Və yaxud da ki, o kütləvi informasiya vasitələrinin nümayəndələrinə, onların qaydalarına mədəni, yəni doğru məlumatlandırmalıdır. Yəni hər işlədiyi müəssisədə də belə onun ictimai etimadını, şərəf və ləyaqətini müəllim hər zaman uca tutmalıdır. Aha. Mədəni davranış. Mədəni davranış da burada əsasən müəllim xeyirxahlı olmalı, nəzakətli, davranışına diqqət etməlidir. Ümumiyyətlə, əgər ona tənqidi geyimində səliqəli olmalıdır, geyimi, xarici görkəmi, hamısına diqqət etməlidir. Bir də orada adətən müəllimə tənqidi fikirlər deyilsə belə, o tənqidi fikirləri də mədəni şəkildə, müsbət şəkildə qarşılamalı. Yəni, sonra onu mədəni şəkildə düzəltməlidir, həyata keçirtməlidir. İstər geyimi ilə bağlı, istər danışığı ilə bağlı bunları hamısını nəzarətdə saxlamalıdır. Aha. Yəni, Perseptiv qabiliyyət nədir? Perseptiv qabiliyyət, bir dəqiqə yadıma salım. Uşağın daxili aləminə nüfuz edə bilir. Onun psixi fəaliyyətinin incəliklərini belə anlamaq lazımdır. Onların psixologiyasına diqqət etmək lazımdır. Perseptiv qabiliyyətdə. Yəni uşağın o daxili qabiliyyətidir də. Yəni uşağın daxili aləminə nüfuz etmək qabiliyyəti. Bəli, bəli. Konstruktiv bacarıq nədir? Konstruktiv bacarıq müəllimin özünün bacarıqlı olmalıdır. Yəni müəllimin əvvəlcədən planı olmalıdır. Planlı şəkildə. Əgər hətta müəllimin A planından sonra B planı da olmalıdır ki, o hazırlıqlı olmalıdır. Ola bilər ki, hər hansı bir vəziyyətdə onun A planı, əvvəlcədən hazırlanmış bir planı həyata keçməzsə, alınmazsa, o B planından da istifadə etməlidir. Yəni, hər işinə əvvəlcədən nəzarət etməlidir. Qarşıya qoyulmuş məşğələyə aid olan məqsədinə çatmaq üçün bütün tələblər əvvəlcədən həyata keçirməlidir də, yəni nəticə yönümlü olmalıdır. Bəli, doğrudur. Çox sağ olun əfəndim, təşəkkür edirəm. Siz də sağ olun, siz sağ olun müəllimə. Buyurun, Leyla müəllimə. Axşamınız xeyir müəllimə. Hər vaxtınız xeyir. Çox sağ olun, siz yaxşı olasınız. Buyurun müəllimə, müəllimin neçə bacarığı vardır və hansılardır? Peşə bacarığı müəllimə. Aha. Peşə bacarığı, təşkilatçılıq qabiliyyəti, didaktik qabiliyyət. Yox, mən bacarıq soruşdum, qabiliyyət soruşmadım sizdən. Peşə bacarıqlarını demirsiniz müəllimə? Baxın, müəllimin bacarığı var. Yəni dilimizdə bacarıq deyirik. Orada var kommunikativ bacarıqdır, gnostik,
Hə, onu deyirsiniz. Hə, Bacarıq var deməli. kommunikativdir, hə, gnostik, o kommunikativdir. Olan deyirsiniz müəllimə? Bəli. Hə, olar. So, Son. biri Neçə bacarığı var müəllimənin? 4. Aha. Bir də hansılar oldu? Kommunikativlik, o biri kommunikativlikdir, biri də ki ilə olan yadımdan çıxdı. Konstruktiv bacarıq. Konstruktiv bacarığı, gnostik bacarığı də təşkilatçılıq idi müəllimə. Bəli, təşkilatçılıq bacarığı. Təşkilatçılıq bacarığı nədir? Təşkilatçılıq bacarığı odur ki, müəllimə uşaqlarla münasibəti doğru qura bilir. Təşkilatçılıq bacarığı, məsələn, müəllimə deyir ki, həftənin 3-cü günü uşaqlar sizi məsələn kukla teatrına aparacam. Yəni falan başqa bir tədbir keçirdir müəllimə. Bu təşkilatçılıq bacarığıdır. Vaxtı düzgün bölə bilir. Vaxtın nə artıq, nə əksik getməsinə icazə vermir. Bir növdə təşkilat hər bir şeyi ələ almağı bacara bilir. Yəni təşkilatçılıq bacarığı budur. Konstruktiv bacarıq nədir? Konstruktiv bacarıq odur ki, müəllim, məsələn, müəllim hər hansı bir uşaq dəcəllik edib və yaxud da bir, necə deyim, etik davranışdan kənar olan bir hərəkət edibdir. Müəllim bunu valideyn iclasında hər kəsin içində açıb deməməlidir. Həmin uşağın valideyni ilə fərdi danışmalıdır. Yəni uşağın səhvin belə deməlidir. Uşağın səhvin bütün valideynlər içində deməməlidir. Bir növ gizlilik. Uşaqların hüquq, azadlıq qanunlarını qorumalıdır. İstər həmkarları haqqında olsun. Əgər həmkarları haqqında nəsə bir problem olubsa, onu həmin həmkarı ilə şəxsidə söhbət eləməlidir. Digər həmkarları arasında da bunu və yaxud da müdiriyyət digər həmkarların içində deməməlidir. Mən sizdən soruşdum. Konfidensiallığı soruşmadınız müəllimə? Aha. Konstruktivi soruşdu. Bəli, mən sizdən konstruktiv soruşdum, amma siz yəni çaşdırmamaq üçün yəni dedim ki, davam edəsiniz. Buyurun, danışın. Konfidensiallığı danışın, sonra konstruktiv danışarsınız. Nəyə danışın müəllimə? Konfidensiallığı danışın, sonra Hə, onu danışdığında müəllimə konfidensiallığı ki, yəni gizli saxlamalıdır. İstər həmin uşağı digər valideynlərin içində deməməlidir. Aha, konstruktiv. Konstruktiv müəllimə o müəllimin hazır olmalıdır, planlı olmalıdır. O idi də. Aha. Planı olmalıdır. Məsələn, müəllimin hər zaman A planından başqa B planı da olmalıdır. Tutalım ki, mən bugün proyektordan dərs keçəcəm məşğələdə. İşıq söndü. İşıq söndürsə o demək deyil ki, mən məşğələni keçməməliyəm. Keçirəm B planına. Yəni işıq sönübsə, mən B planım olmalıdır, hazır. Onu tətbiq edirəm, o məşğələni keçirəm. Bəli. Perseptiv qabiliyyət nədir? Perseptiv qabiliyyət müəllim uşaqların daxili aləminə yol tapmalıdır. Yəni bu nə deməkdir? Burada müəllim, məsələn, uşaq gəlibdir bağçaya, görürəm ki, bir kef oturub da halı yoxdur. Mən artıq onun o belə məyus oturuşundan anlayıram ki, məsələn, çağırıram ki, Zəhra, nə olub qızım? Qarnın ağrıyır, bir yerin mi ağrıyır? Yəni onu uşaqdan xəbər alıram ki, artıq mən anlayıram ki, o uşaq yəni hər gün kimi deyil də, bu günləri davranışı fərqlidir. Yəni müəllim uşağa bir baxışında onun daxili aləminə nüfuz edə bilir, anlayır. Aha. Sugestiv qabiliyyət. Sugestiv qabiliyyəti isə müəllim bir növ təlqin edici olur. Burada məsələn uşaqlar dəcəllik edirlər. Tutalım ki, uşaqların içində Rasət daha çox dəcəllik edir. Mən uca səslə deyirəm ki, Rasət. Artıq o başa düşür ki, yəni dayanmalıdır. Artıq o mənim səs tonumdan başa düşür. Və yaxud da mən əlimi stolun üstünə belə vururamsa, uşaqlar deyir, əlimi stolun üstünə bir dəm belə vururamsa, və yaxud da əl çalıramsa, artıq uşaqlar bilir ki, diqqətləri məndə olur. Artıq onlar bilir ki, yəni sakit dayanmaq lazımdır. Ya və yaxud da həyətdə düşürmüşəm gəzinti zamanı. Uşaq, məsələn, bu mən elə deyirəm ki, uşaqlar mənim səs tonumdan, mimkamdan anlayırlar ki, yəni uzağa getmək olmaz. Yəni burada bir növ müəllimin aktyorluq qabiliyyəti olur. Bəli, təlqin edici qabiliyyətdir. Sonra siz mənə deyin, qanun aliyi nədir? Qanun aliyi odur ki,
Azərbaycan Respublikasının Dövlət Konstitusiyasının burada qanunların, ha belə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə, insan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə, insan hüquqlarına əməl etməyə borcludur. Yəni bu nə deməkdir? Yəni hər şey qanun çərçivəsində olmalıdır. Tutalım hər hansı bir valideyn gəlir deyir ki, müəllimə məsələn, mən sizə hörmət eləyərəm, uşağım bir həftə bağçaya gəlməsə, bunu müdiriyyətə bildirməyim və yaxud da mənim uşağıma qayıb qoymayın. Yəni, müəllim bunu pozursa, burada təbii ki, qanunçuluğu pozur. Və yaxud da valideyn gətirib müdiriyyətə rüşvət verirsə, ya pul təklif edirsə ki, uşağın bağça vaxtı deyil. Bağça vaxtı təbii ki, bilir 5 yaşından sonra məktəbə getməlidir. Deyirsə ki, yox, mənim uşağım 3 ayda, 1 ildə artıq gəlsin. Bunu müdiriyyət qəbul edirsə, yəni bu təbii ki, qanunu pozulmasıdır. Konstitusiyamızda, bəli, qanunun pozulmasıdır. Qərəzsizlik. Qərəzsizlik müəllim şagirdlərin dilindən, dinindən, cinsindən, əqidəsindən, dini mənsubiyyətindən asılı olmayaraq eyni davranmalıdır. Ayrı-seçkilik eləməməlidir. Burada açar sözdə ayrı-seçkilikdir. Ayrı-seçkilik eləməməlidir. İctimai etimad. İctimai etimadda, məsələn, kütləvi informasiyalar, bağça haqqında kütləvi informasiya mənfi sözlər yayılıbsa, müəllim bunu qarşısını almalıdır. Buna yol verilməməlidir. Müəllim peşə nüfuzunu möhkəmləndirməyə, müəllim adını şərəflə tutmağa, ləyaqətlə uca tutmağa borcludur. Aha. Bəli. Sonra siz mənə deyin, peşəkarlıq və fərdi məsuliyyət nədir? Necə müəllimə nə? Fərdi, peşəkarlıq, fərdi məsuliyyət. Burada müəllim necə deyim, müəllim öz fəaliyyətini müəyyən edilmiş qanunvericilik əsasında, çərçivə əsasında yerinə yetirməlidir. Buna borcludur. Məsələn, mən deyim ki, bu günləri müdiriyyət gəlməyib, mən qrupda məşğələmi keçirim. Bu gün müdiriyyət yoxdur da, onsuz oturum, uşaqlara oyuncaq verim. Yəni, bu düzgün deyil. Yəni, müəllim o fərdi məsuliyyəti hiss eləməlidir ki, müdiriyyət olmasa da o öz dərsini keçməlidir. Vicdanlılıq. Vicdanlı davranışda həmçinin, məsələn, müəllim burada necə deyim, vicdanla davranmalıdır. Öz peşə fəaliyyətində vicdanla davranmalıdır. Elə bu, necə deyim, məsələn, bizi kamera yoxdur da, biz işlədiyimiz bağçada. Bu kamera yoxdursa, elə öz bildiyimizi belə lor dildə desək, eləməməliyik də. Yəni, vicdanla işləməliyik, vicdanla yanaşmalıyıq uşaqlara, işimizə. Bəli, doğrudur. Çox sağ olun, mənim təşəkkürlər. Sağ olun, mənim. Buyurun. Bunun Eyma Əliyeva profili. Aşağınız xeyir müəllimə. Hər vaxtınız xeyir müəllimə. Özünüz təqdim edin. Elmira Əliyeva. Elmira müəllimə. Buyurun müəllimə, müəllimin neçə bacarığı vardır? Müəllimin 4 bacarığı, 4 bacarığı vardır, düzdür müəllimə? 4 bacarığı, 7 qabiliyyəti vardır. Mən bunları qarışdırıram. Birinci, bəli müəllimə. Buyurun müəllimə, başlayın sayın. 4 bacarığı vardır. Konstruktiv bacarıqdır. Burada təlimin materiallarından istifadə eləməkdir, lazımdan istifadə eləməkdir. Uşağın yaş səviyyəsinə uyğun, onun imkanları daxilində materialları seçmək, uşağın bilik səviyyəsinə uyğun, yaş səviyyəsinə uyğun biliklər verməkdir. Sonra müəllim planlı olmalıdır. Əvvəlcədən işini planlaşdırmalıdır ki, sonra mənfi nəticəyə gətirib çıxartmasın. Sonra layihələrdə, uşağın layihələrdə iştirak edilmək üçün hazırlanmalıdır. Çətin vəziyyətdən çıxmaq üçün özü planlı olmalıdır. Sonra gəlir kommunikativ bacarıqlardır. Burada uşağın qəlbinə yol tapmalıdır. Sonra ictimaiyyətdə, valideynlərlə birlikdə işləməlidir. Məsələn, hər hansı bir tədbiri valideynlərlə birlikdə və yaxud da valideynlər himayə götürülənlərlə birlikdə, hüquqi şəxslə birlikdə tədbirləri işləyib hazırlamaq, həyata keçmək, uşağın qəlbi, burada da yenə uşağın qəlbinə yol tapmaq, burada kommunikativ bacarıqlara asılıdır. Kommunikativ bacarıqlar. Pedaqoji qabiliyyətlər hansılardır? Pedaqoji qabiliyyətlər də 7 qabiliyyət var burada.
təşkilatçılıqdır, didaktikdir, perseptikdir, kommunikativdir, suggestiyvdir, tədqiqatçılıqdır, elmi idraki qabiliyyətlər. Elmi idraki qabiliyyət nədir? Elmi idraki qabiliyyətlər burada seçdiyin sahə üzrə hər hansı biliyə mane olmaq, nəzəriyyələrlə məsələn işləməyi, bilməyə hazır olmaq. Məsələn bizim bilirik ki, Piaget'dir, Vygotsky'dir, Montessori kimi dünya alimlər, dünyanın aparıcı qüvvəli alimlər var. Bizim də onlarla tövsiyələr, nəzəriyyələrlə işləməyimiz, bunlar bir növ elmi idraki qabiliyyətlərə aiddir. Didaktik qabiliyyət nədir? Didaktik qabiliyyət də tədris materiallarından, əyani vəsaitlərdən müəllim, yəni ki, yerində lazımı istifadə eləmək, ondan sonra uşaqlara aydın səslə, ifadəli səslə başa salmaq. Bir növ elə bir ki, bizim uşağa verdiyimiz təlimi maraqlı şəkildə də idraki qabiliyyət materiallarını idraki şəkildə maraqlı, həm də ki, onların başa düşəcəyi bir dildə istifadə eləməyimizi didaktik qabiliyyətdir. Bu da əsas qabiliyyətlərdən bir, aparıcı qabiliyyətlərdən biridir didaktik qabiliyyət. Tədqiqatçılıq qabiliyyəti nədir? Tədqiqatçılıq qabiliyyəti də elə bir ki, pedaqoji situasiyalarda prosesləri tədqiq etmək, dərk eləmək, tədqiq etmək, yekun nəticə çıxartmaq, özü üzərində işləmək. Bu tədqiqatçılıq qabiliyyətinə aiddir. Vicdanlılıq nədir? Vicdanlılıq da elə bil ki, cəmiyyətin dövlətin marağı naminə öz peşə fəaliyyətini yüksək tutmaq, keyfiyyətli işləmək, keyfiyyətli səmərəli tədris fəaliyyətini yerinə yetirmək deməkdir. Yəni ki, borcumuz da vicdanlı şəkildə hərəkət etməliyik. Qanun Üstümüzə aliliyi. düşən vəzifəni. Bəli. Qanun aliliyi. Qanun aliliyindəki Azərbaycan Respublikasının qanunları çərçivəsində, konstitusiyada göstərilən qanunlar çərçivəsində hərəkət etməliyik. Qanundan kənar bir hərəkət etməklə qanunçuluğu dövlətə qanunçuluğa zid hərəkət etmiş oluruq. O əməl etmək bizim borcumuzdur. Qanunçuluğa əməl etmək borcumuzdur. Mədəni davranış. Mədəni davranışda bu ən çox xoşuma gələn həmişə bu olub. Elə bir ki, müəllim təhsil alanlara, sonra rəhbərliyə, həmkarlarının hər hansı həmkarlarına, eləcə də təhsil verdiyi təhsil alanlara qarşı xeyirxah münasibətdə olmaq, diqqətli, təmkinli olmaq, hər hansı bir nöqsan olursa, onu nəzakətlə qarşılamaq, onu dəyişdirmək, məsələn, öz üzərində işləyib, onu dəyişdirmək, hər hansı bir nöqsanları aradan qaldırmağa çalışmaq. Perseptiv qabiliyyət. Perseptiv qabiliyyət, bir dəqiqə müəllimə yadıma salım. Bu da ki, uşağın daxili aləminə nüfuz etməkdir. Onun elə bir ki, baxışından, hərəkətindən, onun nə səviyyədə olduğunu, nə halda olduğunu başa düşmək. Uşağın daxilinə nüfuz eləmək də onda olan dəyişikliyi arada mənfi dəyişikliyi, məsələn də emosional dəyişikliyi aradan qaldırmaq. İctimai etimad. İctimai etimad, peşə nüfuzunu möhkəmləndirmək, müəllim adına, müəllim şərəfinə uca tutmaq, ona xələl gətirməmək bizim borcumuzdur. Etik davranış qaydalarına əməl etmək bizim borcumuzdur. Əgər bir qanun nəsə bir pozğuntu eləyiriksə, hər hansı bir onu tez də aradan qaldırmağa nail olmaq ki, yəni ki, öz qürurumuzu, mənliyimiz şərəfinə, adımız şərəfinə onu tez aradan qaldırmaq. Qanun aliliyi nədir? Qanun aliliyi, dilimdə müəllim, konstitusiyanın, Azərbaycan Respublikası Konstitusiyasının qanunlarına əsasən hərəkət etmək, qanundan kənar bir hərəkət etməmək. Doğrudur. Çox sağ olun Elmira müəllimə, təşəkkür edirəm sizə. Buyurun müəllim, çox sağ olun, siz sağ olun. Buyurun. Orxan Ələkbərli profil olan müəllimə. Salam müəllimə. Salam, nə vaxtınız? Özünüzü təqdim edin. Müəllimə sizə. Ələkbərova Günay. Buyurun müəllimə, sizin müəllimin neçə bacarığı vardır?
Müəllimə, müəllimin konstruktiv, kommunikativ, qnostik və təşkilatçılıq bacarığıdır. Tərbiyəçinin birinci bacarığı konstruktiv bacarıqdır ki, bu tərbiyəçi müəllimin planlı, proqramlı müəllim olmasını, uşaqların yarada biləcəyi situasiyaları əvvəlcədən dərk edə bilmək, görmək bacarığıdır. İnkişaf layihələri hazırlaya bilmək, yaranmış çətin vəziyyətdən çıxa bilmək bacarığıdır. Arxa-arxaya sayım, yoxsa necə? Siz sual verəsiniz. Yox, yox. Siz mənə deyin gərəzsizlik. Gərəzsizlik müəllimə, peşə vəzifəsini yerinə yetirəndə qərəzsiz olmalı, irqindən, etqindən, dinindən asılı olmayaraq hər kəsə, hər bir uşağa fərdi yanaşmalı deyil, bütün uşaqları eyni gözlə görməlidir. Buna gender bərabərliyi də demək olar da. Yox. Gender bərabərliyi qız-oğlan fərqidir. Tamamilə fərqlidir. Amma əgər testdə tutaq ki, qərəzsizlik baxırıq ki, yoxdur, onda gender bərabərliyi götürə bilirik. Gender bərabərliyi götürmək olar. Testoloji şərtlərinə. Vicdanlılıq nədir? Müəllimə, vicdanlılıq müəllimin cəmiyyət və dövlətin maraqlarının naminə öz peşəsinə xələl gətirməməli, müəllim adından istifadə etməməlidir. Müəllim hər bir bütün hallarda vicdanlı olmalıdır. Aha. Bəli. İctimai etimad. İctimai icma müəllimin peşə nüfuzuna möhkəmləndirməli, şərəf və layiqətini uca tutmağa borcludur. Bu müəllimin borcudur. Müəllimin etik davranış qaydalarını pozmamalı, ictimai etimadı bərpa etməyə çalışmalıdır. Aha, mədəni davranış nədir? Mədəni davranış müəllimə, tərbiyəçi müəllimin xeyirxahlığı, geyiminə diqqət etməsi, təmkinli olması, rəhbərlik və həmkarları ilə davranışı, elə bil ki, müəllimə, tərbiyəçi müəllim örnək göstəriləcək bir şəxs olmalıdır. Həm uşaqların gözündə, həm də rəhbərliyin gözündə. Yəni buna ən azından təşəbbüs etməlidir. Elmi idraki qabiliyyət nədir? Müəllimə, nəzəriyyələrə diqqət yetirməlidir də. Elə bil ki, təhsilin indiki halı ilə ayaqlaşmağı bacarmalıdır. Təlqin edici qabiliyyət? Hansı müəllimə çaşdım? Təlqin edici, digər adı nə idi? Sugestiv qabiliyyət. Sugestiv qabiliyyət. Sugestiv qabiliyyət. Müəllimə, buna aktyorluq qabiliyyəti də demək olar. Müəllim emosiyaları ilə uşaqlara bəzi şeyləri çatdırmalıdır. Buna aktyorluq qabiliyyəti də demək olar. Onlara elə bil emosiyaları ilə psixikasına təsir etməyi bacarmalıdır. Didaktik qabiliyyət nədir? Didaktik qabiliyyət müəllimə, tərbiyəçi müəllimin əyani vasitələrdən, avadanlıqlardan düzgün istifadə etməsidir. Bunun da asar sözü öyrətmək bacarığı yüksək olmalıdır. Təşkilatçılıq qabiliyyəti? Müəllimin əsas vəzifələrindən biri də təşkilatçılıq qabiliyyətidir. Təşkilatçılıq qabiliyyəti müəllim üçün ən əhəmiyyətli qabiliyyətlərdən biridir. O öz işində planlı olmalıdır, proqramlı olmalıdır. Müəllimin həmişə B variantı da olmalıdır. Vaxt itkisinə yol verməməlidir. O elə bil ki, gözəl təşkilatçılıq nümunəsi olmalıdır. Siz mənə deyin. Aparıcı pedaqoji qabiliyyətlər hansılardır? Aparıcı pedaqoji qabiliyyətlər didaktik qabiliyyətinə müəllimə təşkilatçılıq qabiliyyəti. Qnostik bacarıq nədir? Qnostik bacarıq müəllimə Yunanca sözü idrak mənasına gəlir. Kreativlik bacarığıdır. Pedaqoji müəllim nəzəriyyələri bilməli, onları düzgün yerdə şəkildə istifadə etməlidir. Elmi tədqiqat işlərində iştirak etməlidir. Öz həmkarlarından
təcrübələrin ümumiləşdirmək bacarığıdır. Yəni tək özü ilə yox, həmkarlarından da nəsə görüb götürməyi bacarmalıdır. Məncə mən elə başa düşürəm ki, qnostik bacarıq budur. Konstruktiv bacarıq. Konstruktiv bacarıq müəllimə planlı, proqramlı müəllim olmalıdır. O konstruktiv dediniz də, hə? Səhv eləmirəmsə. Hə, qarşıya qoyulmuş planı düzgün yerdə yetirməlidir. Uşaqların çətin situasiyalardan necə çıxmağı bacarmalıdır. Uşaqların əvvəlcədən edə biləcəyi şeyləri görməlidir. Onlar üçün inkişaf layihələri hazırlamalıdır. Belə necə deyim, müəllimə çalışqan müəllim olmalıdır da, necə deyim, indiki təhsildən ayaqlaşdırmağı bacarmalıdır. Bəli. Doğrudur. Çox sağ olun Günhan müəllimə, təşəkkür edirəm. Çox sağ olun müəllimə, çox sağ olun. Buyurun. Asif olan profil olan müəllimə. Bəli müəllimə, aşağısı xeyir olsun. Adım Arzu müəllimə. Əhməd Əliyeva Arzu. Arzu müəllimə, siz İxo verirsən. Neyiniyim? Çox sağ olun. Müəllimin 4 peşə bacarığı vardır. Kommunikativ, konstruktiv, qnostik, bir də təşkilatçılıq bacarığı. Təşkilatçılıq bacarığı nədir? Təşkilatçılıq bacarığı odur ki, müəllim təşkilatçı olmalıdır. Məsələn, gəzintiləri təşkil etməlidir, ekskursiyaları təşkil edə bilməlidir. Sonra konstruktiv bacarıq odur ki, müəllim proqramlı, planlı olmalıdır. Planını əvvəlcədən tuta bilməlidir. Əvvəlcədən nəticələri görə bilməlidir. Müəllim A və B planı olmalıdır. Əgər məşğələ zamanı A planı yerinə yetirməzsə, yəni yarımçıq qalarsa, yəni bu zaman B planına hazır olmalıdır. Pedaqoji qabiliyyətlər. Pedaqoji qabiliyyətlər demək təşkilatçılıq, sugestiv, perspektiv, sonra hansıydı? Didaktik, bəli, hə, didaktik bacarıq. Didaktik qabiliyyət nədir? Didaktik bacarıq odur ki, idrakla bağlıdır. Yəni müəllimə, yəni burada maraq oyatmalıdır. Bu oyatmaq, yəni öyrətmək qabiliyyətidir. Müəllimin uşağı öyrətmək qabiliyyəti. Yəni uşaqların maraqlarını nəzərə ala bilmək, onlara mövzunu izah edə bilmək qabiliyyəti. Perseptiv qabiliyyət. Perseptiv, hissi qabiliyyətdir, perseptiv. Hissidir. Yəni uşaqların hisslərini bilməsi, müəllim uşağın üzünə baxanda bilməlidir ki, o hansı vəziyyətdədir, onu oradan, yəni o vəziyyətdən çıxartmalıdır, hansı emosiya. Məsələn, uşaq üzgündürsə, yəni bu zaman onun hisslərini başa düşməlidir, araşdırıb, axtarıb, yəni uşağı o hissdən çıxartmağı bacarmalıdır. Loyallıq nədir? Loyallıq odur ki, müəllim ictimai, yəni cəmiyyətdə əgər öz peşəsinə, nüfuzuna xələl gələrsə, müəllim bu zaman xələl gəlməsinə yol verməməlidir. Öz peşəsinə xələl gəlməsinə yol verməməlidir. Peşəkarlıq nədir? Peşəkarlıq və fərdi məsuliyyət, hər bir müəllim öz peşəsini peşəkarı olmalıdır. Yəni məsuliyyət daşımalıdır. Öz işini məsuliyyətli olmalıdır. Qərəzsizlik. Qərəzsiz də odur ki, müəllim qərəzsiz olmalıdır. İrqindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq heç kəsə fərq qoymamalıdır. Qərəzsiz davranmalıdır. Hər kəsə eyni gözlə baxmalıdır. İctimai etimad. İctimai etimad da odur ki, cəmiyyətdə əgər müəllimin peşəsinə aid nəsə bir mənfi rəy olarsa, müəllim bunu aradan qaldırmağa çalışmalıdır. İctimaiyyəti, yəni tutaq ki, valideynlər tərəfindən bağça haqqında nəsə bir mənfi rəy formalaşıbsa, onların beynində, yəni onların fikrində müəllim onu daşındırmalıdır. Yəni öz işinə bir növ
üstün tutmalıdır nüfuzunu, müəllim adını, işini üstün tutmalıdır. Konfidensiallık nədir? Konfidensiallıq belə ki, uşağa, yəni uşaq haqqında maraqları, əgər müəllimə tapşırılıbsa ki, bu uşaq haqqında məsələn valideyn gəlib müəlliməyə deyirsə ki, mənim ailə vəziyyətim budur, bunu gizlin saxlamaq bir növ gizlinlikdir də. Gizlin saxlamaq lazımdır. Onda müəllim onu mütləq gizlin saxlamalıdır. Konfidensiallıq yəni gizlilik. Aparıcı pedaqoji qabiliyyətlər hansı? Aparıcı pedaqoji qabiliyyətlər müəllimin didaktik, diaqnostik və təşkilatçılıq bacarığı. Didaktik və Didaktik və təşkilatçılıq. Hə. Peşəkarlıq və fərqlilik. Hə, peşəkarlıq və fərdi məsuliyyət hər bir müəllim öz işində peşəkar olmalıdır və məsuliyyət daşımalıdır öz işinə. Yəni asılı olmayaraq ki, yəni müdiriyyət işə gəlib və ya kamera var, yoxdur, öz işini daim məsuliyyətlə yerinə yetirməlidir. Bəli, doğrudur. Çox sağ olun Arzu. Sağ olun müəllimə. Buyurun. Günel müəllimə. Salam, axşamınız xeyir olsun. Hər Günel Əliyev. Aha. Siz deyin müəllimin neçə bacarığı vardır? Müəllimənin 4 bacarığı vardır. Konstruktiv bacarıq, kommunikativlik bacarıq, gnostik bacarıq, bir də təşkilatçılıq bacarığı. Təşkilatçılıq bacarığı nədir? Təşkilatçılıq bacarığı odur ki, uşaqları ictimai işlərə cəlb etməlidir. Müəllim təşkilatçı olmalıdır da bir növ. Elə bil ki, onların yaşına uyğun bölməlidir də, yəni yaşına uyğun bölgə aparmalıdır, elə deyək. Uşaqlar arasında demək, vaxtdan səmərəli istifadə eləməlidir də bir növ. Aha, təşkilatçılıq bacarığında, bəli. Vicdanlılıq nədir? Hər bir müəllim vicdanlı olmalıdır bütün hallarda. Yəni ki, öz peşə fəaliyyətini də yerinə yetirərkən vicdanlı olmalıdır. Qanunun aliliyi. Qanunun aliliyi odur ki, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının konstitusiyasını, eləcə də beynəlxalq müqavilələrin, tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə uyğun demək, bütün prinsiplərə əməl olmalıdır da. Mədəni davranış. Mədəni davranış odur ki, müəllim öz davranışı ilə nümunə olmalıdır bir növ. Yəni ki, burada əsas nəzərdə tutulur ki, məsələn, müəllim bütün iradları, tənqidi fikirləri, onları hamısını qəbul etməlidir və ondan nəticə çıxarmalıdır. Bir də xarici görkəminə, öz geyiminə xüsusi fikir verməlidir. Gərəzsizlik. Gərəzsizlik müəllim peşə vəzifəsini yerinə yetirərkən dinindən, cinsindən, irqindən asılı olmayaraq, yəni bütün bunları nəzərə almalıdır. Yəni bərabər necə deyim? Yəni ki, fərq qoymamalıdır da bu iştirakçı arasında heç bir belə şeyə fərq qoymalıdır. Aha. Gender bərabərliyi nədir? Gender bərabərliyi, yəni oğlan və qızların eyni götürmək lazımdır. Yəni ayırmaq olmaz ki, oğlanlar bir başqa, qızlar başqa. Yəni onları ayırmaq olmaz. Yəni ki, onları bir-bir tutmaq lazımdır. Perseptiv qabiliyyət. Perseptiv qabiliyyət odur ki, uşağa baxan kimi elə bilməlisən ki, onda hansı dəyişikliklər var da. Məsələn, bu gün gələn uşaq sabah görürsən ki, başqa bir haldadır və ya qızmalı ola bilər, xəstə ola bilər. Yəni ki, müəllim ona bir baxışla, nəzər yetirməklə artıq bilməlidir ki, uşağa nəsə olub da yəni. Tədqiqatçılıq bacarığı nədir? Tədqiqatçılıq bacarığı hansı yadıma düşmədi. Tədqiqatçılıq qabiliyyəti bir növ elə bil müəllim tədqiqatlarla yadıma düşmədi. Biraz həyəcan. Müşahidəçilik qabiliyyəti. Müşahidəçilik qabiliyyətidir. Elə bil ki, bütün situasiyaları dərk etməlidir. Bu qabiliyyət daha çox müəllimin müşahidəçilik qabiliyyəti kimi də nəzərdə tutulur. Açar sözü yazmışdım. Sadəcə olaraq biraz həyəcanlıyam deyə qarışdırdım. İctimai etimad. Necə? İctimai etimad.
Hə, ictimai etimad odur ki, müəllim elə bil peşə nüfuzunu möhkəmləndirməlidir. O öz şərəf və ləyaqətini həmişə üstün tutmalıdır. Müəllim işlədiyi təhsil müəssisəsinin fəaliyyəti haqqında da məsələn hər hansı bir xələl gəlibsə, kütləvi informasiya vasitələrinə mədəni şəkildə üzr istəyərək də, yəni onlarla kobud rəftar etmək olmaz. Aha, doğrudur. Çox sağ olun müəllimə, təşəkkür edirəm sizə. Buyurun. Günəş Mustafayeva profil olan müəllimə. Salam, axşamınız xeyir müəllimə. Özünüzü təqdim edin. Şəlalə Hüseynova. Aha. Buyurun Şəlalə müəllimə, siz danışın. Müəllimin neçə qabiliyyəti vardır? Müəllimin 7 qabiliyyəti var. Təşkilatçılıq, perseptiv, didaktik, kommunikativ, tədqiqatçılıq, elmi idraki, biri nə idi? Elmi Bir də idraki yadım. qabiliyyət nədir? Elmi idraki qabiliyyət adından göründüyü kimi bu idraka bağlıdır. Yəni bu sahə üzrə elmi bilikləri mənimsəmə qabiliyyətidir müəllimin. Qnostik bacarığı nədir? Qnostik bacarıq da, yəni müəllimin bu da idraka bağlıdır. Yunan sözü olub idrak deməkdir. Müəllimin idraki psixologiyanı bilməsidir, nəzəriyyələri bilməsidir, elmi tədqiqat işlərində iştirak etməsidir, psixologiyanı bilməyidir. Aha, konstruktiv bacarıq. Konstruktiv bacarıq ünsiyyət deməkdir, əməkdaşlıq deməkdir. Yəni müəllimlə uşaqlar arasında bərabər ünsiyyət demokratik üslubda olmalıdır. Müəllim uşaqlarla ünsiyyətə həssaslıqla yanaşmalıdır. Hər kəslə dil tapa bilmək qabiliyyətidir. Həm də valideynlərlə də ünsiyyət deməkdir burada. Gnostik bacarıq nədir? Nə? Gnostik bacarıq. Gnostik bacarıq da gnosis sözündən götürülüb. Bu da idrak deməkdir. Yəni müəllim idraki psixologiyanı bilməlidir, elmi tədqiqat işlərini bilməlidir, nəzəriyyələri bilməlidir, psixologiyanı bilməlidir. Aha. Belə. Perseptiv bacarıq nədir? Daha doğrusu perseptiv qabiliyyət. Perseptiv qabiliyyət uşağın daxili aləminə nüfuz edə bilmək bacarığıdır. Yəni uşağın müvəqqəti psixi vəziyyətini müəllim məsəl üçün sevinclidirsə, sevincli olduğunu başa düşmək, nəyə görə sevinir uşaq, sonra biraz kədərlidirsə, nəyə görə kədərləndiyini bilmə qabiliyyətidir və bunu aradan qaldırmağı bacarmalıdır müəllim. Aha. Elmi idraki qabiliyyət nədir? Elmi idraki qabiliyyət bu da yəni müəllimin elmi işlərlə məşğul olması deyil müəllimə. Bəli, yəni Bu sahə üzrə elmi bilikləri, məsəl üçün biz məktəbə qədər seçmişiksə, məktəbə qədərin elmi işlərini mənimsəməliyik. Aha. Aparıcı qabiliyyətlər hansılardır? Aparıcı qabiliyyətlər didaktik qabiliyyət, bir də təşkilatçılıq qabiliyyətidir. Qanunun aliliyi nədir? Qanunun aliliyi də Azərbaycan Respublikasının qanunlarına uyğun müəllim öz vəzifəsini insan hüquqlarını və demokratik şəkildə əməl etməlidir. Azərbaycan Respublikasının qanunlarına uyğun müəllim öz vəzifəsini demokratik icra etmək deməkdir. Vicdanlılıq. Vicdanlılıq da yəni müəllim öz işini vicdanlı şəkildə yerinə yetirməkdir. Məsələn, öz peşə fəaliyyətinə keyfiyyətli və səmərəli yerinə yetirməlidir müəllim. Bütün hallarda müəllim vicdanlı olmalıdır. Məsəl üçün, bağçanın ləvazimatlarını qorumalıdır, israfçılığa yol verməməlidir.
uşaqlara dərslərini vicdanla keçməlidir. Vaxt itkisinə yol verməməlidir. Qərəzsizlik nədir? Qərəzsizlik, Bəli. qərəzsizlik də yəni müəllim hər bir halda irqinə, etik davranışına, mənsubiyyətinə, dininə, cinsinə, ictimai mənsubiyyətinə görə uşaqlarla eyni davranmalıdır. Məsəl üçün, qrupbasında bir dənə xarici uşaq varsa, məsəl üçün, Azərbaycan uşağına başqa cür, o xarici uşağa başqa cür davranmamalıdır. Hamısına eyni cür davranmalıdır. Eyni formada. Konfidensiallıq. Konfessidiallıq məxfilikdir, gizlilik deməkdir. Məsəl üçün, bir valideynin şəxsi həyatı haqqında müəllimə valideyn deyibsə bir gizli məlumatı, onu yaymamalıdır müəllim. İctimaiyyətə Peşəkarlıq fərdi yaymamalıdır. məsuliyyət. Necə müəllim? Peşəkarlıq fərdi məsuliyyət. Hə, peşəkarlıq və fərdi məsuliyyət də, yəni burada adından göründüyü kimi müəllim peşəkar olmalıdır. Öz vəzifəsini peşəkar yerinə yetirməyə borcludur. Peşəkar fəaliyyəti və şəxsi İctimai etimad nədir müəllimə? ictimai etimad. İctimai etimad da müəllim öz peşə və şərəfini, adını yüksək tutmağa borcludur. Sonra Yəni müəllimə ictimaiyyətə düzgün məlumat verməlidir. hə, ictimaiyyətə düzgün məlumat verməlidir. Əgər nəsə bir səhv olubsa, onu tezliklə aradan qaldırmalıdır. Bəli. Çox sağ olun müəllimə. Təşəkkür edirəm sizə Şəlalə müəllimə. Siz də sağ olun müəllimə. Buyurun. Səlimə Məmmədova professional müəllimə. Bəli, müəllimə, axşamınız xeyir. Vaxtınız xeyir. Özünüz təqdim edin zəhmət olmasa. Müəllimə Bala Məmmədova. Aha. Müəllimin neçə bacarığı vardır? Konstruktiv, kommunikativ, qnostik, təşkilatçılıq bacarığı. Təşkilatçılıq bacarığı nədir? Təşkilatçılıq bacarığı uşaqları ictimai işlərə cəlb etməkdir. Uşaqları yaşlarına görə faydalı işlərə cəlb etməlidir. Uşaqlar arasında düzgün vaxt bölgüsü aparmalıdır. Vaxtı düzgün bölməlidir. Səmərəli istifadə etməlidir vaxtdan müəllimə. Didaktik qabiliyyət nədir? Didaktik qabiliyyət Aha. uşağın maraqlarını nəzərə almalıdır müəllim. Müəllimin öyrətmək qabiliyyətidir. Əyani vəsaitlərdən düzgün istifadə etməlidir müəllimə. İctimai etimad. İctimai etimad müəllim adını, şərəf ləyaqətini uca tutmalıdır müəllim. Müəllim etik davranış qaydasını pozulduğu halda tez bu pozuntunu aradan götürməlidir. Müəllim adını uca tutmağa borcludur. Konfessidiallıq müəllim peşə vəzifələrinin icrası ilə bağlı uşaqların, valideynlərin, həmkarların şəxsi həyat barədə ona məlumat olan gizli konfessidiallığı qorumalıdır. Yəni gizliliyi qorumalıdır, məxfiliyi saxlamalıdır. Qanunun aliliyi deməli müəllim Azərbaycan Respublikasının qanunlarına, konstitusiyasına, bütün demokratik prinsiplərə əməl etməyə borcludur. Loyallıq. Loyallıqda müəllimə tənqidi fikirləri qəbul etməlidir. Müəllim adına, nüfuzuna, işgüzar nüfuza xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir. Loyallıqda. Elmi idraki qabiliyyət nədir? Elmi idraki qabiliyyət müəllimə. Deməli, burada idrakla bağlıdır. Elmi bilikləri müəllimdə mənimsəmə qabiliyyəti olmalıdır. Aparıcı pedaqoji qabiliyyətlər hansılardır? 2. Didaktik və təşkilatçılıq qabiliyyətləri. Sonra siz mənə deyin, təşkilatçılıq bacarığı nədir? Təşkilatçılıq bacarığı müəllimə təşkilatçı olmalıdır. Vaxt bölgüsünü düzgün aparmalıdır. Uşaqları ictimai işlərə cəlb etməlidir. Vaxtdan səmərəli istifadə etməlidir. Bəli, doğrudur. Sağ olun, Səlimə müəllimə, təşəkkür edirəm sizə. Siz sağ olun müəllimə. Buyurun.
Sonra Şərafət Qasımova profil olan müəllimə. Bir də ki, müəllimlər kim sual cavabda iştirak etmək istəyirsə, əlini qaldırsın. Çünki sonra testə keçirik. Testin vermişəm evə, görüm onu necə işləmisiniz. Şərafət Qasımova profil olan müəllimə. Turan Qurbanlı profili. Sual cavabda iştirak etmək istəyən müəllimə yoxdur. Özünüz onda səsi açın, bildirin. Buyurun, İlgiyə müəllimə. Axşamınız bir də xeyir olsun. Hər vaxtınız. Eşidirəm suallarınızı müəllimə. Özünüzü təqdim edin bir daha, zəhmət olmasa. Ülviyə Qasımova. Aha. Siz deyin, müəllimənin neçə bacarığı var? Bacarıq 7-dən. Yox. 4 bacarığı var mı? Bacarıq bağışlayın, 4 dənə. Elə bildim qabiliyyət deyilsin. Bəli. Hə, kommunikativ, konstruktiv, qnostik, bir də təşkilatçılıq. Qnostik bacarıq nədir? Qnostik idrakla qnozis sözündən əmələ gəlib. Yəni ki, uşağa nə öyrətməliyik, belə də. Belə şeylər. Qnostik. Qnostik, bəli. Yəni burada müəllimənin başa uşağa, yəni tutaq ki, əgər bir müəllimə nəzəriyyəni bilirsə, qnostik testin bacarığı, yəni hansı? Bəli, nəzəriyyələr də içində gedir, bəli, hə. Aha. Yəni burada müəllimə, yəni ümumiyyətlə nəzəriyyəni bilmək bacarığıdır həm də müəllimənin. Təşkilatçılıq bacarığı nədir? Təşkilatçılıq bacarığı məsəl üçün ekskursiyalar, muzeylərə getmək, elə dərsin özünü də təşkil eləmək. Bunların içində qabiliyyət. Perseptiv qabiliyyət uşağın daxili aləminə nüfuz etmək. Suggestiv Onu qabiliyyət. anlamaq. Suggestiv o elə bir perseptivdən sonra da ola bilər, yəni ki, birgə də ola bilər. Yəni biz onun daxili aləmindən nüfuz edəndən sonra onun halından müsbətə doğru istifadə etmək. Qanun aliliyi nədir? Azərbaycan Respublikası qanunlarına uyğun, yəni qanun çərçivəsində hərəkət eləməliyik, beynəlxalq müqavilələrə uyğun. Vicdanlılıq. Vicdanlılıq, keyfiyyətli və səmərəli dərs keçməliyik, yəni uşağı inkişaf etdirməliyik. Qərəzsizlik. Qərəzsizlik, yəni dinindən, irqindən, cinsindən asılı olmayaraq, maddi imkanlarından da asılı olmayaraq seçkini etməməliyik uşaqların içində, gender bərabərliyi də onun içində gedir. Bir hissəsidir. Yəni cinsinə aid. Bəli? İctimai etimad. İctimai etimad, yəni biz məsəl üçün belə bilirəm ki, kömək etməliyik medialara qanun çərçivəsində məlumat verməliyik, düzgün məlumat verməliyik. Sonra ictimai etimad nüfuzunu qaldırmalıyıq bizim ümumi təhsilin, idarəmizin, müəssisəmizin, kollektivimizin haqqına. Gender bərabərliyi nədir? Cinsiyyətə fərq qoymamaq, oğlan qız. Məsəl üçün qız oynamaq istəyirsə, pistoletlə deyə bilmərik ki, yox sən qızsan, sən kukla oynat, məsəl üçün gəlinciyi oynat. Ya tərsinə. Doğrudur. Çox sağ olun müəllimə, təşəkkür edirəm sizə. Allah razı olsun. Sağ olun. Siz sağ olun. Başqa sual cavabda iştirak etmək istəyən müəllimə varsa, əl işarəsi qaldırın. Mən istəyərdim. Özünüz təqdim edin. Abdiyeva Hüsniyə. Hüsniyə müəllimə, siz deyin, müəllimin neçə bacarığı vardır? Müəllimin 4 peşə bacarığı var. Kommunikativ, konstruktiv, qnostik, bir də təşkilatçılıq. Təşkilatçılıq bacarığı nədir? Müəllim təşkilatçılıq bacarığı müəllimin vaxtından səmərəli istifadə etməsi. Məsələn, ekskursiya, mən belə başa düşürəm, ekskursiya təşkil edən vaxtı onu düzgün təşkil etmək.
Aha. Və belə başa düşmüşəm. Vaxtdan düzgün istifadə etmək müəllimin təşkilatçılıq İdraki bacarığıdır. qabiliyyət nədir? İdraki qabiliyyət idrakla bağlı olandır. Müəllimin qabaqcadan uşaqlara idrak cəhətdən hər cür başa salması, Aha. Vicdanlılıq. vicdanlılıq, müəllimin vicdanlı olması, peşə Loyallıq. bacarığına sui-istifadə etməməsi, loyallıq da dinindən, irqindən asılı olmayaraq hər bir uşağa bərabər baxmaq. Loyallıq Qərəzsizlik nədir? qeydətdir. Aha. Səsləri bağlayaq. Qərəzsizlik. Qərəzsizlik dinindən, irqindən asılı olmayaraq bütün uşaqlarla eyni bərabər, eyni gözlə baxmaq, uşaqları ayırmamaq, bərabər hüquqları qorumaq. Aha. Sonra siz mənə deyin, müəllimənin konstruktiv bacarığı nədir? Müəllimin konstruktiv bacarığı nəticə yönümlü müəllim olmalıdır, planlı müəllim olmalıdır, əvvəlcədən planını düzgün təşkil etməlidir, resurslarını, əyani vasitələrini, hamısını əvvəlcədən bir plan, adam bəyə bütün planları yerində olmalıdır. Qanun aliliyi. Qanun aliyi Azərbaycan Konstitusiyanın bütün qanunlarına tabe olmalıdır, onun bütün qanunları ondan ötürü da boynun borcu olmalıdır. Aha. İctimai etimad nədir? İctimai etimad nəsə bir söz olarsa, mən belə başa düşmüşəm müəllimə, öz dediyim kimi, onu tez bir zamanda aradan qaldırmaq, öz nüfuzunu qorumaq, yəni elə bir söz-söhbət olarsa, onu tez bir zamanda aradan qaldırmaq. Mən belə başa düşmüşəm öz dilimlə. Aha, doğrudur. Çox sağ olun müəllimə, təşəkkür edirəm sizə. Siz sağ olun müəllimə, çox təşəkkür edirəm. Mən birinci dəfə iştirak edirdim, çəkinirdim. Allah sizdən razı olsun müəllimə. Siz sağ olun. Yox, çəkinməyə heç bir ehtiyac da yoxdur. Çünki mən ümumiyyətlə müəllimələrə də şəxsdə bildirirəm ki, müəllimə var ki, sual-cavabda iştirak etmək istəmir. Yəni deyirəm ki, ümumiyyətlə mən istəmirdim, amma sizin pozitiv enerjiniz məni səs açmağa məcbur etdi. Allah sizdən çox razı olsun. Siz sağ olun müəllimə. Yəni ümumiyyətlə mənim qruplarımda heç bir qrupumda belə olmayıb ki, yəni hansı müəllimə müdaxilə eləsin. Yəni o şəraiti mən heç vaxt yaratmıram. Ona görə də hər bir müəllimə rahat, sərbəst şəkildə öz fikrini bildirə bilər. Allah sizdən razı olsun. Buyurun cümləmizdən inşallah. Belə baxıram ki, sual-cavabda iştirak etməyən müəllimələr var. Hansı ki, iştirak edən müəllimələrin adlarını yazdım, qeyd elədim. İştirak etməyən müəllimələrdə inşallah gələn dərsimizdə sual-cavab eləyəcəm. Əgər yenə də sual-cavabda iştirak etmək istəyən varsa, buyurub yəni səsi açıb bildirə bilər. Müəllimə, mən etmək istəyirəm. Günay müəllimə. Düzdürəm müəllimə? Aha. Buyurun müəllimə, siz deyin, müəllimin neçə bacarığı vardır? Müəllimin 4 əsas bacarığı var. Konstruktiv bacarıq, kommunikativ bacarıq, gnostik bacarıq, bir də təşkilatçılıq bacarığı. Təşkilatçılıq bacarığı nədir? Təşkilatçılıq bacarığı o deməkdir ki, yəni müəllim vəzifə bölgüsünü düzgün aparmalıdır. Uşaqlar arasında qayda-qanunu qoymağı bacarmalıdır. Uşaqları ictimai işlərə cəlb etməlidir. Uşaqlar arasında mən dərsdəyəm amma qurban. Yox. Yox. Dərsdəyəm. Mənim fikrim dağıldı. Üzrlü sayın. Allah sağ olsun. Dünyanın ən gözəl. Onun yəni uşaqları mən həmişə fikirlərini harda oluramsa olsun o sual verirsə mən ona həmişə cavab vermişəm deyəndə ona görə indi poza bilmədim evdəki qanunu. Yaxşı edirsən, buyurun. Gnostik bacarıq nədir? Gnostik bacarığın hərfi adı idrak deməkdir. Müəllim pedaqoji nəzəriyyələri bilməlidir, özünü daimi inkişaf etdirməlidir, təlimlərdə iştirak etməlidir, özünü və yoldaşlarının təcrübəsini ümumiləşdirməyi bacarmalıdır, elmi tədqiqat işlərində iştirak etməyi bacarmalıdır. Perseptiv qabiliyyət.
perseptiv qabiliyyət daxili aləmə nüfuz etmək deməkdir. Yəni uşağın bir baxışdan uşağın həmin anda hansı halda olduğunu başa düşməlidir tərbiyəçi müəllim. Yəni uşağın qəmgindirmi və yaxud da hansısa bir psixi vəziyyətdədirmi, müvəqqəti olan hər bir halını başa düşməyi bacarmalıdır. Sugestiv qabiliyyət nədir? Sugestiv qabiliyyət emosional iradi təsir deməkdir. Yəni uşağa təsir etmə. Məsəl üçün uşaq var ki, davranışında pozuntu var və müəllim onu o qədər yaxşı tanımalıdır ki, onu özünə cəlb etməli, öz təsiri altına salmağı bacarmalı və onun həmin pis davranışlarını müsbətə doğru aparmağı bilməlidir. Qanun aliliyi. Qanunun aliliyi, yəni tələblərə, qanunlara, konstitusiyaya əməl edən tərbiyəçi müəllim qanunun aliliyini əməl etmiş olur. Yəni biz standartlardan istifadə ediriksə məşğələlərimiz zamanı, o deməkdir ki, biz qanunun aliliyini yerinə yetiririk. Vicdanlı davranış. Vicdanlı davranış işimizi səmərəli, vicdanlı yerinə yetirmək deməkdir. Qərəzsizlik nədir? Qərəzsizlik, yəni fərq qoymamaqdır. İrsindən, rəngindən asılı olmayaraq hər kəsə eyni davranmağı bacarmaqdır. Gender bərabərliyi. Qız-oğlan fərqi deməkdir gender bərabərliyi. Əgər qərəzsizlik yoxdursa, gender bərabərliyini testlərdə seçə bilərik. Bəli, doğrudur. Vicdanlı davranış nədir? Vicdanlı davranış vicdanlılıq işimizi səmərəli, vicdanlı yerinə yetirmək deməkdir. Mədəni davranış. Mədəni davranış adından da görünür ki, biz tərbiyəçi müəllimi rol model olmalıyıq. Geyimimizə, əxlaqımıza, davranışımıza diqqət yetirməliyik, xeyirxah olmalıyıq, çalışqan olmalıyıq, intizamlı, təşəbbüskar olmalıyıq. Konfidensiallıq nədir? Necə müəllimə? Konfidensiallıq. Konfidensiallıq gizlilik deməkdir. Valideynlərin, uşaqların yəni onların şəxsi məlumatlarını gizli saxlamaq deməkdir. Doğrudur. Çox sağ olun müəllimə, təşəkkür edirəm sizə. Siz də sağ olun müəllimə. Buyurun. Başqa sual cavabda iştirak etmək istəyən müəllimə. Zümrüd Balayev profil olan müəllimə. Kifayət müəllimə. Kəmalə Zeynalova müəllimə. Cavabda iştirak etmək istəmirsiniz. İndi isə keçək testlərimizə. Yəni hamı nə qeyd eləmişsə, zəhmət olmasa yazsın. İndi edirəm, yanında var. Bir dəqiqə.